Hər kəs salam, mən Asterix. Bugün sizlərlə bir yaşıl buton ilə rastgele çıxan dəstələrlə win almağa çalışacağıq. Və bunu da əvvəlcədən deyim, seçdiyimiz kartları bir də seçə bilmirik. Və ilk dəstəmizə keçsək görək bizə nələr çıxacaq. Barbar kulübəsi dediyin oyunda ən istifadə eləməyən kartdır. Boss haydut mükəmməl, amma bu qədər dəstəmiz ağır olma ehtimalına nə deyirsiniz? Hər dəstəyə də bu şeyi Serserin atacaq da. Yəni Serselə demək olar ki, oynanmayan bir kartdır. Maçdan maça iş eləyir, iş görür. Havanda bunlar ümumiyyətcə əlaqəsizdir. Nəysə. Keçsək ilk oyunumuza görək başımıza nə gəlir. Və ilk rəqibimiz keçsək. Buz büyütücüsü adı var. Nəysə, bu oynaya bilən birinə oxşuyur. Havanla tutacaq onları. Madenci atdı. Madenci havan vuracaq ona. Çox hasar yeməyək. Boss haydutla ana kuleni aça bilərik. Boss haydutla nə ata bilərik? Skelet bomba kulesi. Orada şövalyeni kəssə çox mükəmməl olacaq. Barbar kulübesi oynuyoruz. Bu oyunu düzme ihtimalımıza karşı ne diyeyim. Adam bile rakip böyle şok olup ki bu ne oynuyor? Barbar kulübesi nedir? Adamın ona ne basa bilərik? Cellata bassaq. Bence pis cellat pozisyonu değil. Çok pisiymiş. Kuleye de yedik. Destemiz çok pisti. Havanı atacağım. Haydi kuleye vurmasan havan. Havan. Duvar yıkıcı gələcək. Destemiz çok ağırdı. Çok. Göz yumacam ona. Göz yumacam. Elə biləcəyimiz... Uşaqlar. Oyunun qırılma nöqtəsini sizə deyəcəm. Barbar kulübesini arxadan bıraxacağım. Ona nə atacaq məsəl üçün? Üstü çıxırlar. Cellatla belə bir at. Havanı yapıştırsan. İkinci dəfə çıxanda... Onu kör nöqtəyə attı bomba kulesini. Cellat da çox pis çıxartdı. Havanı məcburi basacağım. Boss haydutla kəsməyə çalışaq. Barbar şeyləri də arxadan dəstəkləsin. Adamın büyürü... Adamın büyülü okçusu çox işlədi. Çok vurur madenci de çok vurur. Bandit. Mükemmel. Ne var ne yok bastıram körpüden. Adamın şeyi çıkazdı iksiri. Mükemmel. Körpüden cellat. Mükemmel. Duvar iksirlarda tuturuq. Cadı. Kuleye vur. Cellat kuleye vurur. Cellat kuleye vurur. Mükemmel. Çevirir oyunu. Havan basacağım. Adamın iksiri sıfırdı. Boss haydut. Haydi kazanırıq. Mükəmməlsiniz. Siz oyunu çok süper çevirdik. Kartlarımız o kadar pisdir ki oyunun en işlevsiz kartı, en pis kartı Barbar kulübesidir. Və son bir dəfrəm attığımız anda oyunu qazandım. Mükəmməl. Və görək şanslı hansı dəstədəyik. Şansımıza hansı dəstə gələcək. Valkür, şok birliyi. Barbar varilizadı. Nəsə belə çox süper deyil deyim sizə. Ən pis kartlardan da biri Elit Barbar. Maçdan maça
İşimizə yarayacaq o da. Görək əgər rəqibdə dev goblin varsa onu rahat kəsə bilərik zat. Belə də maçda maç işə yarayır. Şok birlikdə oyun kimi. Valkürü arxadan buraxa bilərik. Cadını rahat kəsəcək. Ona elit barbar basacağım. 4 iksiri, elit barbar 4 iksiri yedi və atağa çıxır. Varilə basıram, çox hasar verməsin bizim kartlarımıza. Alan vurur cadı. Haydi destemiz şeyə çıxır, atağa da çıxır. Ona bir şey atmalıdır məcburi. Alef top atdı. Məncə kardayıq, 4 iksiri yedi. Üstünə 2 iksiri də şeyə basdıq, o da 4 bastı. Arxadan çetə bölə bilərik. Deprem atacağım. Əlindən tomruğu çıxdığına görə və döndüyünü də fikirləşmirəm. Ona görə fıçını atıram. Valkürü cadıya... Aha, çox mükəmməl. Ora nəsə gəlsəydi atmayacaqdım, amma adam çox sağ olsun bizə binici vuracaq. Binici. Bir dənə vurdu. Arxadan cadını buraxa bilərik. Alev topu var deyə adam bizə antidir. Şok birliyimizə. Ona qarşı elə biləcəyimiz bir şey yoxdur. Oyun bitdi. Bu hərəkəti elədiyimizdən etibarən oyun bitdi. Qazandıq bu oyunu. İkinci maçımıza keçid alaq. Alev topunu keçidliyinə çıxartdığına görə əlindən şok birliyini basıram. Elit barbarın bir dənəsi işləyir. Vur. Çox mükəmməl hasar çıxartdıq buradan. Fıçı bastım yəni. O qədər çarəsiz bir vəziyyətdə idik. Hər an körpüdən Hog Rider gələ bilər. Ona görə arxadan Valkürü buraxıram. Adam da cadını buraxdı. Bomba kulesini atıram. Eyni taktik eləməyə çalışacağım. Alef topunu çıxartdığına görə elektro üzülürsən. Mükəmməlsiniz siz. Valkürü basacağım. Şok birliyini yeməsinlər. 3 taca buradan gedə bilərik. Adam əlindən şey çıxartdığına görə tomruğu körpüdən oyunu qazandıq, mükəmməl. İkinci maçımıza keçid alaq. İndi isə görə hansı şanslı dəstə bizim qabağımıza çıxacaq. Bu dəstə də məncə yəni 10 üstündən 4'lük bir dəstə idi. Çox yaxşı dəstə deyildi. Dəstə əlavə eləyək və şanslı dəstəmiz görək nədir. Güclü madenci yəni normal, amma nə əlaqə ki mühafizlərlə güclü madenci eyni dəstəndə ola bilər, yəni normaldır. Fıçı bilmirəm, roket nə əlaqə, üstünə dev nə əlaqə, minyon sürüsü nə əlaqə, dəstəmiz çox bahalıdır. Keçid alaq 3-cü maçımıza görə rəqibimiz kim olacaq. Və gördüyünüz kimi qarşımıza Jose gəldi. Fıçı ilə başlayıram. Fıçı deyirəm, nə idi bunun adı, yadımdan çıxdı. Mükəmməl, çox pis atdı. Tərsə şey bıraxıram. Ana kuleni asmağa çalışacağım. Hasar yiyəcəyik, yəni hasar yeyə bilərik. Amma yəni bu saatdan etibarən adamın şansı qalmadı. Çünki çox pis iksir xərclədi. İnanmıram, əlindən fişəkçidə çıxdığına görə minyon sürüsü işə yaraya bilər. Sağa basacağım. Və sağa bir dənə fıçı. 2 dənəsi səhv atdı, çox pis atdı. Pis deyil, fişəkçisindən eləyə biləcəyimiz heç nə gəlmir. Amma inanıram maç uda biləcəyimizə. Motivasyondan düşmürəm, ola bilər, hər şey ola bilər. Arxadan devlə çıxmaq istəyirəm, böyük atağımız başlasın.
Hər an körpüdən şey gələ bilər deyərəm hazırdadır. Təbii ki tərsə gələcək. Devi dəstəkləyə bilmədik. Heç nə olmaz. O fişəkçinin bir cürə kəsəcəyik. Adam olsa da sağa çox vurub deyə sola heç bir şey atmağıma ehtiyac yoxdur. Şeyci kuleni alacaq, vur ona. Çox yedik, çox yedik. Adam şeye döndü. Haydi 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 4x zərərdadır. Ala bilərik kulesini. Üstünə şey bu fişəkçi bizi çox yordu. Alacaq kulesini. Roket. Haydi. Haydi alırıq. Haydi. Yes. Yes. Kazandık. Mükəmməliyiz. Maçı belə çevirənlər. Adam alev topunu belə çox pis çıxartdı. Süperik. Keçək indi üçün 4-cü maçımıza. Və bu da bizim son dəstəmiz olsun. Görək hansı şanslı şeylər çıxacaq bizə. İskelet əjdər, Mega Şövalye, Elektro, Serserlər. Yəni bu dondurma çöpdür deyə, yəni çox işə yaramır. Yəni keçid alaq, yəni fikrim yoxdur. Bu zurumuzadır, yəni bir-birinə əlaqəsiz kartlardır bunlar. 4-cü maçımda keçid aldıq və rəqibimiz qarşımızdadır. Klanını oxumayın siz adını. Mega Şövalye arxaya doğru bastım. Onu kəssin və tullansın şeyə, biniciyə. Yoxsa o bizə çox əsər verəcəkdi. Pramoy binicinin üstünə atsaydım. Mega Şövalye tək gedəcək, yəni təəssüf ki onu atacaq. Şövalyesi varsa, Valkürü varsa çox pis. Məncə bu buzru şey bəsdir. Başqa daha şey atmaq istəmirəm. O kuleye vuracaq, ona görə atıram. Kuleye əsər geyə bilmərik. Havanı tikəcəm. Çox pis oldu belə tikəcəm deyəndə də, amma neysə. Adamda da şey var imiş. Serseri ilə o Mega Şövalyeni orada kəsməlisiniz. Yoxsa çox pis iksir zərərinə keçəcəyik. Kuleye vur Havan. Havan kuleye vur. Dibindəki məncə iksirdə yenə öndəyik. Ana kuleni açaq. Onu bu şeylə dəstəkləyəcəm, Ice Golemlə. Dəstəkləyə bilmədik. Valkürün arxasında Mega Şövalye gəlsə çox pis olacaq. Çox süper. Ona ata biləcəyi heç bir şey yoxdur. Pramoy kuleye tullanacaq. Əlində nə Valkür, nə korumaları, heç bir şey qalmadı. Oh! Çox pis oynadıq, amma biz daha çox vurduq. Çox pis oynadık, amma biz də çox vurduq. Yes. Serseriler bölə bilərik. Adam mən antisən deyir, nə antisi? Onu Ice Golem'dən çəkək. Ortaya Havan. Mükəmməlsiz. Oynaya bilmir, antisən zat deyir.
4-cü maçda qazandıq və bu gün 4-4 elədik. Uşaqlar, çox mükəmməl irəlilədik. Yəni bu gün də belə bir challenge oldu. Bu videoda bu qədər olsun. Gələn videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.